Bizləri heç yoxdan var edən Allah, səncə diriltməyə qadir deyilmi? Bugün insanlarda səhih əqidə çoxluğa nisbətdə nadir deyilmi? Tövhidsiz insanın dəyəri varmı? Bir şey ki, bunun üçün yanılıb insan, özünə müsəlman deyən kimsədə bu qədər də böyük olarmı nöqsan? Bir kimsə Allaha şərik qoşursa, o kəsin tövhiddən xəbəri yoxdur. Tövhiddən xəbəri olmayan kəsin kim deyə bilər ki, dəyəri çoxdur? Nisa 18-i oxu, tövbə et, nə qədər ki, sənə ölüm gəlməyib. Bil ki, Maidə 72-də Allah müşrikə cənnəti haram edir.